Olimpiyadalar populyarlaşıb. Həddindən çox populyarlaşıb, kütləvi hal alıb. Yəni dağ başında, yəni ucqar bir kənddə oxuyan bir şagirdin belə olimpiyada iştirak eləmək şansı var. Əvvəl mən Respublika Olimpiyadasının həmişə finalına çıxırdım. Gəlirdim, yazı yazırdıq məsələn, 5 sual verirdilər. Mətin yazırdıq və həmin mətinləri yoxlayırdılar. Heç nəticəmizi deyən yox idi. Sadəcə deyirdilər, yer tutdun, yer tutmadın. Adətən yer tutmurduq. Hər şey bağlı qapılar arasında olurdu. Apellyasiya vermək, şikayət eləmək şansımız yox idi. Amma burada artıq hər mərhələdən 3 mərhələ var. Hər mərhələ şəffafdır, mərkəzləşmiş şəkildədir. Əvvəl analitik təhlilə və yaxud da digər müqayisə bacarığıdır, ondan sonra qarşılaşdırma. Belə bacarıqlara əsaslanan suallar yox idi. Sadəcə olaraq, məsələn, bir sual verilirdi və sən o sualda nəyisə təsvir etməli idin. Biz, məsələn, ailədə uşaq nəyisə qıranda, məsələn, oyuncaq alırıq, uşağı oyuncağı qırır. Əslində, o təbii bir prosesdir. İçində nə olur, nə baş verir, onu görmək istəyir, bilmək istəyir. Nəsə səs çıxardırsa, o səsin hardan gəldiyini bilmək istəyir. Başlayır onu sındırmağa. Əgər biz o an uşağı sındırmasaq, ondan olimpiyatçı yetişəcək. O ibtidai sinifdə ona, məsələn, müəllim müəyyən təhlil qabiliyyətləri öyrədib, hansı bacarıqları verib ona. Ondan sonra valideyni ona o imkanı yaradıb. Hətta qonşuları, məhəllə və s. Bunlar hamısı önəmli faktorlardır. Yəni, təkcə bir faktora əsaslanmaq lazım deyil. Yəni, bir mühit olmalıdır. Bir mühit olmalıdır. Bu təhsil mühiti ailədən başlamalıdır, cəmiyyətdə olmalıdır. Təcrübəmdə ucqar kənddən olimpiyadaçılar olub. Yəni, atası, valideynlərini təhsil almayan, ali təhsil olmayan uşaqlar da olub ki, ucqar kənddən olimpiyadaçılar çıxıb. Yəni, o şans yaranıb onlara çıxıb, onlar imtahan veriblər, gəliblər. Əslində, mən bayaq öncədən dediyim məsələ var, şərait məsəl üçün. O ucqar kənddə olan o uşağın qarşısında kəşf etmək üçün, zəkasını inkişaf etdirmək üçün lazım olan şərtlərə heç kim mane olmayıb. Yəni, belə məsələ var. Yəni, onu yönləndirməyiblər. Özü yönlənib də, yəni belə bu formada və o hər zaman kəşf edib. Yəni, əslində bu dəqiqə mən deyərdim ki, şəhər mühitindən daha mümbit mühitdir, kənd mühiti ki, şagird və yaxud da uşaq uşaqlıqdan həyatı kəşf edə bilsin. Olimpiyadaçılarla digər şagirdlər arasında fərq mütləq çox barizdir. Necə fərq barizdir? Hətta mən belə bir şey deyim, bir neçə il bundan qabaq mən olimpiyadaçı şagirdlərimlə məzun olandan sonra da görüşürük və yaxud da ki, olimpiyadaçı olduğu vaxtda da məsəl üçün görüşürük. Məsələn, bəzən mən onları evə dəvət edirəm və yaxud da müəyyən bir şeylər, sosial aktivliklər edirik. Məsələn, mən görmüşəm ki, yəni, məsələn, mənə valideynlərim deyir ki, bu şagirdlər o birisilərindən çox fərqlənir. Deyir, nəyə fərqlənirlər? Deyir ki, məsələn, bu uşaqlar da sosial olaraq aktivdir, söhbət edirlər, falan edirlər. Amma müzakirə elədikləri mövzu başqadır. Həyata baxışları başqadır. Yəni, bayaq öncədən dediyim məsələ, yəni, o yarpaqda daha dərin mənalar görürlər. Biliyi mən qoyuram kənara da, yəni, burada bilik olaraq %100, yəni onlar fərqlənirlər ki, olimpiyadaçı olurlar, medal alırlar. Qəbul imtahanında iştirak edən şagirdlərin 80%-i 200 balı keçirib universitetə girir. Bu uğur sayılır. Amma bir fəndən minlərlə uşaq qatılır olimpiyadaya və oradan təkcə 60 nəfər, belə deyək, 30 nəfər medal alır. Belə deyək. Çox maraqlı bir dənə burada faktor var, məsələn. İndi gəlin belə deyək. O 30 nəfərin digərləri uğursuz sayılır. Əlbəttə ki, yox. Amma onların valideyni, müəllimləri, məktəbi onları medal ala bilmədi deyə uğursuz görsə, bu problem yaradır cəmiyyətdə. Valideyn başlayır, məsəl üçün, burada ola bilər negativ hallar olsun. Çünki təcrübəyə əsaslanır ki, əvvəllər belə olub. Yəni, ola bilər ki, burada ancaq başqa şagirdlər seçirlər və yaxud xüsusi hazırlığa ehtiyac var və s. və axır. Yəni, bu cür problemlər ortaya çıxır və müəyyən, yəni, əsası olmayan şikayətlər olur, ərizələr olur və s. və axır. Yəni, bu cür problemlər yorur əslində. Yəni, insan işlə məşğul olmaq istəyir. Məsəl üçün, bir məqalədir, sən oradan görsən ki, qəşəng sual çıxar, amma o sualı hazırlamağa qoyub sən şikayətlərə cavab yazırsan. Əsassız şikayətlərə cavab yazırsan. Yəni, bu
biraz yəni problemlərdən biridir. Bir digər problem əslində bu bizim belə deyək, resurslarımızla bağlıdır. Yəni məsələn biologiyadan biz beynəlxalq olimpiyadada, yəni canlı olimpiyadada qızıl medal ala bilmirik. Mən çünki və yaxud da başqa fənlərdən. Çünki kimyadan alınır, bəzi alınmır, tariximizdə var, yaxın tariximizdə var bu. Bunun səbəbləri nədir məsələn? Səbəbləri bizim məktəbdə praktik bacarıqların demək olar ki, yəni, tamamilə arxa plana atılmasıdır. Yəni praktik bacarıqlar şagirdlərimizdə yoxdur. Yəni əlimizə gələn şagirdlərlə praktik işlər eləmək istəyirik. Elə bir məktəbimiz yoxdur ki, orada gedək laborator işləri görək. Yəni institutlarımız çox profilləşiblər. Yəni onlara yəni müraciət eləyəndə yəni kömək eləyə bilmirlər. Yəni çox belə praktik cəhətdən bizim bir boşluğumuz var. DİM-in proqramı, DİM-in sualları hamısı, yəni bu aparıcı gücdür. Şagird ona hazırlaşır. Çünki biz elə düşünürük ki, məktəbdən təhsilin növbəti pilləsi məktəbdən sonra universitetdir. Əslində bu belə deyil. Həyatın növbəti pilləsi universitet deyil yəni. Məktəbdən sonra yəni universitet olmaya da bilər. Sadəcə olaraq bir populyarlıq var və hamı ora gedir. Yəni və çox maraqlı olan odur ki, DİM hansı tipdə suallar verirsə, müəllim ona uyğunlaşır, şagird ona uyğunlaşır. Və müəyyən bir qəlibə düşürlər və o qəliblə davam edirlər. Mən özüm DİM dərsləri hazırlamışam, uşaqları DİM-ə hazırlamışam vaxtilə, uzun müddətli. Bir dəfə sual düşdü ki, infüzor tərliyi bir canlıdır, onun yığılıb açılan qovucuq var. Kitabda bir dənə cümlə yazıb ki, infüzor tərliyində yığılıb açılan qovucuqlar gündə nə qədər vurur insan, dəqiqədə nə qədər vurur. Bu mexanizmi gəmilərdə istifadə edirlər. Gəmiyə su girir, motorlar iştirir, onu atır bayıra. Yəni, görün, nədə istifadə edib, nəyi kəşf ediblər. Biz nə tər sual salmışıq, onu necə sual salmışıq. Əgər infüzor tərliyin məsələn neçə saatdasa nə qədər yığılıb açılar. Yəni bu biliyi elə bir göy riyazi biliyi qatmışıq ona ki, uşaq onu vuracaq, məsələn verilən datanı sinif kitabda yazılan cümləni əzbərləyib ora tətbiq eləyəcək və cavab tapacaq. Bu onsuz da bu uşaq riyaziyyatdan imtahan verir. Biz onun riyazi bacarığını biologiyada təzədən niyə ölçürük? Mən o sualdan sonra DİM-ə uşaq hazırlamağı, yəni abituriyent hazırlığını atdım yəni. Yəni doğrudan mənə pis təsir edib. O sualdan sonra bilmirəm neçənci ildə düşmüşdü elə bir sual. Ondan sonra atdım məsələn. Bu yəni gördüm ki, yəni dünya hardadır və mən beynəlxalq proqramları araşdırdım, bilirdim. Olimpiyada falan. Mən ondan sonra atdım bu məsələni. Dedim ki, yəni bunu eləmək, yəni mən daha dərindən bilirəm və bunu eləyirəm, yəni özümü çərçivəyə sala bilmərəm yəni belə. Və DİM də bu dəqiqə, yəni düzdür, müasirləşə bilərlər, müasir suallar falan. Ancaq yəni mənə kitab verin, dərsliklərimiz dəyişir. Yeni dərsliklər yazılır falan. Mənə kitab verin, mən sualı o kitabdan öz səviyyəmə görə hazırlayacağam. Mən orada cümləyə də sual verə bilərəm. Orada hər hansı bir konsept əsasında data verib, onun analizinin sualında hazırlaya bilərəm. Olimpiyatçılar həyatın məqsədini universitetdə görməkdə görmürlər. Məsələn, eləsi var ki, deyirdi ki, mənim məqsədim Nobel mükafatı almaqdır, amma sonra bir ildən sonra gəldi mənə dedi ki, mənim məqsədim artıq Nobel mükafatı almaq deyil. Mən sadəcə elimdə nəsə kəşf etmək istəyirəm. Ola bilər mən Nobel almayım. Mən sadəcə olaraq mənim istəyim, özümü orada xoşbəxt görürəm. Mən özümü orada görürəm, nəsə kəşf etmək, nəsə tapmaq, nəsə məqalə yazmaq, araşdırmaq. Yəni onu eləyim. Nobel mükafatı da gəlsə gələr, gəlmirsə gəlməz. İndiki müəllimlərimiz belə DİM-in imtahanından seçiliblər. Yəni burada bir davam edən belə deyək də bir sikl var və sikl yenə başladığı yerə gəlir. Yəni o uşaqlar yenə müəllim olsa yenə eyni cür uşaq yetişdirəcəklər. Bu sikl davam edəcək. O sikli hardasa qırmaq lazımdır. Yəni onu qırmağın yolu bəlkə də universitet təhsilinin məsəl üçün hansısa bir şəkildə universitet qəbulunun dəyişməsi ola bilər. Yəni universitetlərə qəbul üçün müstəqillik vermək lazımdır. Bəlkə də yəni bir dəfəlik vermək bəlkə düzgün olmaz, amma 50-50 vermək o lazımdır. Biz nəyi ölçürük?
bir şagirdin əzbərləmə qabiliyyətini ölçürük, yoxsa biz doğrudan da şagirdin bacarıqlarını ölçürük? Hə, bacarıqları doğrudan real ölçə bilsələr, məsələn, bir dənə həkim çıxır, qəşəng şair olur və yaxud da ki, bir mühəndis işini qoyur, məsəl üçün, başqa əsər yazır və yaxud da niyə bir adam, məsəl üçün, 4 il oxuyur filan eləyir, gedir, məsələn, görür ki, bundan yaxşı əslində usta olar. Yəni, tamam, ustadır, qəşəng ev təmir edir, əla, super. Bunun 4 il ali təhsil almağı, mühəndislik və ya başqa ali təhsil almaqdansa, onu, məsəl üçün, arxitektura və yaxud dizayn üzrə təhsilini almağı olsaydı, o daha yaxşı, daha qabaqda olardı, həyatını daha tez başlamış olacaqdı, itirməyəcəkdi, öz bacarığını daha tez kəşf etmiş olacaqdı. Burada da elə bir imtahan lazımdır ki, onun o bacarığını görə bilsin. Biz ölçmə imtahanı dəyişsək, yəni təhsilimizdə hər şey dəyişəcək, mən düşünürəm.